Son zəngə sayılı günlər qalıb. Məktəblərdə artıq həyəcan hiss olunur. Bu günün xüsusi və yadda qalan olması üçün məzunlar aylar öncədən hazırlıqlara başlayır. Elə bu tədbirləri fürsət bilib məzunlara rəqs dərsləri vermək istəyənlər də çoxalıb. Dərslər bir aydan 2 aya qədər müddət olmaqla əsasən 50-400 manat məbləğində ödənişlə təklif edilir. Bizdə də son zəngdə bəzi rəqslər olmuşdu. Cəmi 3 cür rəqs var idi. Milli rəqs, qız-oğlan milli rəqsi, ayrıca qızlar üçün rəqs. Daha sonra isə qız-oğlan valsi var idi. Belə çox xərc çıxmır əslində. Sadəcə baxır ki, hansı müəllimi tutursunuz və yaxud da ki, əgər şagirdlər aramızda, yəni rəqs öyrədən bir insan varsa, rəqsə gedən insanlar varsa, onlar da bizə öyrədirlər. Biz özümüz hazırlamışıq, kimsə hazırlaşdırmamışdı bizi də. Sinif yoldaşım vardı, hal-hazırda özü YouTube'dan baxıb bizə öyrətmiş, yəni kimsə məsəl üçün puldan tutub və özümüz şey eləməmişdən pul verib bizə öyrətməmişdilər. İndi hamı eləyir, o da ona baxır eləyir, yəni mentalitet, kimsə nəsə edir, kimsə də ona baxır nəsə. Əgər elə bir şey olmasa, kimsə də eləməzdi. Son zəng zamanı əsasən milli rəqslərə üstünlük verilir. Rəqs dərsləri həm xüsusi yerlərdə, həm də məktəb həyətlərində təşkil edilir. Son zəng hazırlıqlarına adətən 2 ay əvvəldən başlayırıq. İlk olaraq sinif rəhbəri və şagirdlərlə birlikdə ümumi müzakirə aparırıq. Musiqi seçimində daha çox milli və bəstəkar əsərlərinə üstünlük veririk. Ən çox milli rəqslər, vals və zəfər kompozisiyaları hazırlanır. Bunlara daha çox üstünlük veririk. 14 illik müəllim təcrübəmə əsaslanaraq deyə bilərəm ki, məqsədimiz uşaqlara sadəcə rəqs öyrətmək deyil, onlar üçün yadda qalan, emosional və gözəl bir son zəng hazırlamaqdır. Bölgələrdə də məzun olacaq şagirdlər rəqs dərslərinə maraq göstərirlər. Lakin burada ödənişlər paytaxtla müqayisədə xeyli aşağıdır. Keçən ilə nisbətən artıq düşünürəm ki, bu il son zənglərdə məsələn tədbirdə rəqsin təşkil olunmasına daha çox maraq var. Bir sinifin məsələn hazırlaşması üçün normal 2 və yaxud 3 ay məsələn vaxt tələb olunur ki, uşaqlar artıq müəyyən sayda 1-2 rəqsi tam gözəl qaydada, hazır qaydada çıxış etsinlər tədbir günü. Bu sinifin sayına görə məsələn qiymət dəyişikliyi olur və yaxud müəllimin məktəbə gedən yol məsafəsinə görə qiymət dəyişikliyi olur. Qiymət 20, 25, 30 manat arası belə dəyişir bir uşaq üçün nəzərdə tutulur. 11-ci sinif buraxılış sinifi bizik və onun üçün istəyirik ki, son zəngimiz maraqlı və yadda qalan olsun. Dərslərimiz maraqlı keçir. Əsasən milli rəqslərə üstünlük veririk, Qafqaz rəqslərinə üstünlük veririk. Son zəng insanın həyatında bir dəfə olur. Onun üçün yadda qalmaq üçün rəqs öyrənməyə gəlmişik. Rəqs əsasən milli rəqslərə üstünlük veririk. Ödənişlər çox münasibdir. Ümid edirəm ki, 2 ay ərzində tam hazır olarıq. Rəqs müəllimi Arif Məmmədrzayev deyir ki, məzunların bu həvəsi və enerjisi onların hazırlıq prosesində açıq şəkildə hiss olunur. Bir çox məktəblər artıq son zəng məşqlərinə başlayıblar. Fərdi məşqlərimiz yoxdur, uşaqlar qrup şəklində gəlirlər. Ən çox bizim çalışdığımız odur ki, uşaqlar Azərbaycan milli rəqsini qoruyub saxlasınlar, növbəti gənc nəsillərə ötürə bilsinlər. Ən çox bizə müraciət olunur Azərbaycan xalq rəqslərinə Uzundərə rəqsini, Arşın Malalan rəqsini, sonra üzümçülər rəqsini 250-300 manat civarında rəqsin biri ərsəyə gəlir. 2 ay ərzində 2-3 rəqsi yəni ərsəyə gətirmək olur. Qeyd edək ki, paytaxtda peşəkar xoreoqraf xidmətlərinin qiyməti adətən 150 manatdan başlayaraq 400-500 manata qədər dəyişir. Bəzi hallarda geyimlər, aksesuarlar və əlavə səhnə hazırlıqları da ümumi büdcəni artırır. Regionlarda isə bu xərclər nisbətən aşağıdır. Əsasən 50-150 manat aralığında dəyişir və bir çox hallarda şagirdlər rəqsləri özü hazırlayaraq əlavə xərcdən qaçmağa çalışır. Turqan Əliyev, Seymur Əmiraslanov, Firuzə Məlikzadə, Xəbər Ertəsi.